Salam hörmətli izləyicilər. Bir-iki gün əvvəl biz Telegram kanalımızda bu ilki güvən sınağının 11-ci sinif üçün olan dil qaydaları suallarını paylaşmışdıq. İndi istəyirəm ki, həmin 10 sualın sizə izahını verim. Siz də əvvəlcə Telegram kanalımıza daxil olub suallar işləyə bilərsiniz. Sonra isə izahı diqqətlə dinləyə bilərsiniz. Abrını ətəyinə bükmək. Frazeoloji birləşməsinin qarşılığı işləmiş cümləni müəyyən edin. Əvvəlcə biz yadımıza salaq ki, abrını ətəyinə bükmək nə deməkdir? Abrını ətəyinə bükmək, biabır etmək, çox acıqlanmaq, töhmət vermək kimi sözlərə uyğun gəlir mənası. A bəndi. Abrına qısılıb bir yanda otursaydı, heç kim dinlənməzdir. Yəni bu uyğun gəlmir. Burada artıq abrına qısılsaydı, yəni çəkilsəydi bir tərəfə, biraz utansaydı, bu mənaya uyğun gəlir. A bəndi deyil. Qonşularımla aramızda olan pərdəni götürmək istəmirdim. Yəni bu artıq biraz uzaq olmaq mənasındadır. Yəni burada incitmək, töhmət verməklə bağlı heç bir söz yoxdur. C bəndi. Onun atasına od vurmaq mənə borc olsun. Od vurmaq, onu öldürmək, onu başına oyun açmaq kimi mənaya gəlir. Amma yenə də abrını ətəyini bükmək olmur. Y bəndinə baxsaq, həyatı anlayandan bəri heç kimlə bəhsə girməmişdi. Bəhsə girmək də bu anlama gəlmir. İndi D bəndinə baxsaq, görürük ki, burada yazılıb. Evə gec gəldiyimə görə anam məni quru yuyub yaş sərdi. Bu o deməkdir ki, ağzına gələni mənə dedi. Yəni, abrını ətəyinə bükmək, bayaq nə dedik? Çox acıqlanmaq, töhmət vermək, biabır etmək, ağzına gələn demək, eyni zamanda bunun mənası uyğun gəlir. Quru yuyub yaş sərmək. Yəqin ki, bu sözlərin mənaları uşaqlar sizin yadınızda qalar. Çünki sizin testlərinizə düşə bilər bu suallar. Keçək ikinci suala, 32-ci sual. Hansı cümlələrdə bir-birinin qarşılığı kimi işlənə bilən sözlər var? 1. İxtisas seçimindən əvvəl götür-qoy elədim. Bir cümlələr oxuyaq, baxaq hansında oxşar sözlər var. 2. Bu günə qədər Babəkin ağciyərliyinin fərqində olmamışdım. Ümumiyyətlə uşaqlar, bu ağciyərlik sözünün mənasına fikir verək biz. Ağciyər əgər təklikdədirsə, bilirik ki, insanın bir orqanıdır. Amma ağciyərlik tamam başqa sözdür. Uşaqlar, ağciyərlik sözünün mənası qorxaqlıq deməkdir. Siz əgər yadınızda qalmırsa, tüm lüğətlərdən araşdıra bilərsiniz ki, daha yaxşı yadınızda qalsın. Ağciyərlik nə deməkdir? Qorxaqlıq. Sonra keçək üçüncü cümləyə. O nəyi isə xəyalına gətirdi və nəhayət astadan dilləndi. 4. Əlini gözünün üstünə qoyub Yasəmən rənginə çalan üfüqə boylandı. 5. Onun qorxaqlığı o qədər hiss olunurdu ki, əlindəki silah belə təsəlli olmurdu. Bayaq biz dedik ki, ağciyərlik sözünün mənası nədir? Qorxaqlıq. Elə burada da qorxaqlıq var. Yalnız 2 və 5-də bir-birinə qarşılıq olan sözlər işlənmişdir. Fikir versək ki, başqa qarşılıq olan söz burada yoxdur. Cavabımız oldu B bəndi, yalnız 2-5. Keçək 33-cü suala. Altından xətt çəkilmiş ifadələrin düzgün mənalarını müəyyən edin. Əgər rəhbərlik bu işə qol qoymasa, çətin başı gələn işdir. Burada qol qoymasa sözün mənası icazə verməsə, razı olmasa mənasındadır. Və qarşısına yazılıb ki, razılıq vermək doğrudur. Amma qarşısında da yazılıb imza çəkmək. İmza düzdür, qol sözü və imza sözü uşaqlar. İmza və qol sözü bir-birinə sinonim ola bilər, amma başqa mənada. Bir də var, razılıq vermək, qol vermək, daha doğrusu qol qoymaq, yəni icazə vermək mənası ilə imza çəkmək mənası uyğun gəlmir. 1. Uyğun gəlir. 2. Ana istəmirdi ki, ata ilə kiçik oğlunun arası açılsın, üzgöz olsunlar. Üzgöz olsunlar, elə uyğun gəlir münasibəti pozulmaq. Yəni münasibəti pozulmanı istəmirdi, üzgöz olmasını istəmirdi. Bu uyğun gəldi. Və qarşısına baxaq ki, üz-üzə baxmaq. Yəni, ana istəmirdi ki, ata ilə oğul üz-üzə baxsın, uyğun gəlmir, məntiqsizdir. Ona görə bu da yanlışdır. Cavabımız oldu 1-3, o da oldu Y bəndi. Keçək digər suala. 34-cü sualda deyilir. Sözlərdən biri ancaq termin kimi işlənə bilir. Bu deməli, sualı biz YouTube postunda paylaşmışdıq. Çox asan bir sualdır. Bilirik ki, bənd sözü
Həm termin, həm də ümumiləşdirmə sözü olur. Məsələn, çayın bəndi, bir də var ədəbiyyatşünaslıqda bənd. Zərf sözü, bir var nitq hissəsi, bir də var bağlama. Güc sözü və enerji sözü ə, ümumiləşdirmə söz kimi də işlənir, həm də fizikada termin kimi də işlənir. Cavabımız oldu təkcə yalnız termin kimi olan hansı oldu? Cavabımız oldu B bəndi. Mübtəda ümumiləşdirmə söz ola bilməz. Cavabımız oldu B bəndi. Keçək digər suala. Digər sual 35 olmalıydı. O gözdən qaçıb, bu paylaşılmayıb, amma izahı var. Cədvəldəki uyğunluğu pozan sözləri müəyyən edin. Burada bu da çox asan sualdır. Burada yazılıb ki, K hərfi K kimi tələffüz olunur. Yəni K yumşaq K. Bir də var K. Baxın uşaqlar. İndi birincisi deyir ki, K kimi tələffüz olunur. Uyğunluğu pozanı tapmalıyıq. Kobalt. Kobalt uşaqlar, kobalt ola bilməz. Deməli, bir uyğunluq pozdu. 2. Kibrit. K kimi tələffüz olundu. Buna toxumuruq. Müşkül isə müşgül. G kimi tələffüz olunduğuna görə 3-ü də götürürük. İkinci tərəfdə isə yazılıb ki, K kimi tələffüz olunur. Galaktika. Bu doğrudur. Galaktika ilə K ilə tələffüz olunur. Knockout. Orada da K ilə tələffüz olunur. Amma təkəbbür deyəndə isə K ilə tələffüz olunur. Yəni bu 6 yeri bu xana olmalıydı. Və 6-nı götürürük. Cavabımız oldu 1, 3, 6 D bəndi. İndi keçək 37-ci suala. 37-ci sualda deyilir. Tədarük otağı birləşməsindəki ilk sözün fonetik xüsusiyyətləri ilə bağlı yanlış fikri müəyyən edin. Bu birazca çaşdırıcıdır. Çünki mən bu sualı YouTube postunda paylaşmışdım. Bəzi izləyicilərimiz qeyd etmişdi ki, biraz çətin gəlmişdi onlara. Yəni dilimizdə uşaqlar elə sözlər var ki, həm tək hecalı, həm də çox hecalı. Belə sözlər var ki, onlarda sonuncu hərfi K ilə səslənir və K ilə də yazılır. K hərfi ilə yazılır, K kimi də səslənir. Və bu sözlərə saitlə, həm də samitlə başlanan şəkilçi artırdıqda heç nə baş vermir. Yəni yazıldığı kimi tələffüz olunur. Bu qaydanı biz postda da qeyd eləmişdik, izah etmişdik. Amma yeni qaydanı, yəni yeni formada, daha gözəl formada postumuzda paylaşacağıq. Tədarük otağı birləşməsində ilk sözün fonetik xüsusiyyəti, yəni belə tələffüz olunur və indi tez-tez biz baxaq görək hansı səhvdir, yanlışdır. Ahəng qanunu pozulub 3 hecadan ibarətdir. Biz baxaq yazılışına. Tədarük 3 hecadan ibarətdir. A-ü, ahəng qanunu pozulub. Bu doğrudur. Həm qapalı, həm də açıq sait var. İndi tələffüzə baxırıq. Ə-a qapalı, daha doğrusu ü qapalı, ə-a açıq. Bu da doğrudur. Bunu da çıxaq. Sonra C bəndi 2 kar, 2 cingilti samit iştirak edib. T, K, kar, D, R cingiltili. Deməli, bu da doğru fikirdir. G bəndi yazılışı və tələffüz arasında fərq yoxdur. Biz demişdik ki, əgər uzanan sait varsa, bu fərq yaratmır. Fərq yoxdur, bu da doğrudur. D bəndinə keçək. Kar samit, cingilti samit kimi tələffüz olunur. Burada kar samit bir T-dır, bir də K-dır. Heç biri cingilti tələffüz olunmur. Bu yanlış fikirdir. Ona görə götürürük. Deməli, D variantını. Nə üçün bunu belə bir cavab qoyublar? Çünki uşaqlar çaşdırmaq üçün biz bilirik ki, bəzi sözlərdə, məsələn, K hərfi ilə bitən bəzi sözlərə saitlə başlanan şəkilçi artırdıqda və yaxud söz artırdıqda bu K necə tələffüz olunurdu? Y kimi. Məsələn, bir dənə çiçək ətri deyəndə çiçək ətri. Çaşdırmaq üçün bunu veriblər, amma dilimizdə yenə də qeyd edirəm ki, uşaqlar elə sözlər var ki, K ilə yazılır, K ilə deyilir. İndi keçək, yəqin ki, bu sual tamamilə aydın oldu sizə. Keçək digər suala. 38. Cədvəldəki sözlərlə bağlı uyğun fikirlər müəyyən edin. Ürək açıqlığı və təmizlik sözləri ilə həm doğru, həm də yanlış seçməliyik. İndi biz bu fonetikaya aiddir. Ona görə düzgün tələffüzündə biz bura yazaq. Ürək açıqlığı deyəndə 2 fərqli məqam var. Ürək, baxın. Ürək açıqlığı, bir dənə Y olur burada. K Y-yə çevrilir, Q da X-yə. 2 fərqli məqam. Təmizlik sözündə isə bir var D, təmizlik. K isə X kimi tələffüz olunur. İndi biz cavablara baxaq. Doğru. 3 kar, 2 cingilti samit işlənib. 3 kar. Baxın, R, Y, bir də L, 4 cingiltili var. K və 3 kar var. Daha doğrusu K yoxdur. Bax, K tələffüzdə Y-yə çevrildi. Ç və X. 2 kar,
4 cingiltili olduğu üçün 1 yanlışdır. Biri seçmirik. 2. Qarşısındakı sözə baxaq, yanlışa baxaq. Yazılışı və tələffüzü arasında 3 fərqli məqam var. Biz burada qeyd elədik ki, 2 fərqli məqam var. K y-yə çevrildi, q isə x-ya. Bu yanlışdır və yanlışı götürürük. Keçək təmizlik sözünə. Kar samitlə başlayıb, kar samitlə bitirir. T ilə başlayıb, x-ilə bitir. Bu doğrudur. Bunu götürürük. Yanlış tərəfə baxaq. Kar və cingilti samit cütlüyü var. Burada var bir t. Baxın uşaqlar, təmizlik sözündə bir t var. Bir də d var. Bu olur kar cingiltili samit cütlüyü. Bu da var. Bu yanlış tərəfdə olduğu üçün bunu götürmürük. Cavabımız oldu uşaqlar 2, 3. O da oldu Y bəndi. Və keçək sonuncu sualımıza. 40-cı sual. Yox, daha doğrusu 39-cu sual. Verilmiş fikirlə hansı sözə aiddir? Belə testlər daha tez işləmək üçün bir-bir baxırıq. Məsələn, birinci xüsusiyyətə baxıb sonra cavablara baxırıq. Yazılışı ilə tələffüzü arasında 2 fərqli məqam var. İndi cavablara baxaq. Sakitlik. Baxın, d, x-. Deməli, bunu hələ ki saxlayaq. Çeşməkli. Baxın, k olur, x-. Deməli, bunu çıxaq. Çünki bir fərqli məqam var. C bəndi. Həf, dəlik, d, k isə x-. Bunu saxlayaq. Namərd. Baxın, namərd, dik. L d-yə çevrildi. K isə x-. Ona görə 3 fərqli məqam olduğu üçün bunu da çıxırıq. Ölümsüz dük. Burada da L d-yə keçdi. K isə x-. Bu üçü qaldı. İndi keçək ikinci xüsusiyyətə. Kar samit cingiltidə qarşılığı kimi tələffüz olunur? İndi baxaq, sakitlik sözündə biz dedik ki, nə iştirak elədi? D və x-. Burada deyir ki, nə deyirdi qaydada? Kar samit, kar yox. Burada l d-yə çevrilib, düzdür uşaqlar? L. Cingilti çevrilib. Karda kara, k, x-. Mən bu cavab deyil. Y bəndinə baxsaq, ölümsüzlük. Burada da yenə d ilə x-dir. Yenə də l d-yə çevrilib. Eyni A bəndində kimidir. L d-yə çevrilib. Və k isə x-dir. Yəni, cingiltili çevrilib, kar isə kara çevrilib. Ona görə cavabımız Y-də deyil. Keçək C bəndində. C bəndində isə nə demişdik? T həftə. Bax, T D-yə çevrilib. X həftəli, x' isə K isə x'-ə çevrilib. Oldu mu? İndi burada cavabımız oldu C bəndi. Çünki həm yazılış və tələffüz arasında 2 fərqli məqam var, həm də kar samit cingilti qarşılıq kimi tələffüz olunur. Yəni T, D kimi tələffüz olunur. Bu cavabda, bu sualda sizə aydın oldu. Yəqin keçək 40-cı suala. 40-cı sual da çox asandır. Burada deyir ki, tələffüzü düzgün göstərilməyən söz müəyyən edin. Burada A bəndində yazılı, baxın, bu sözün yazılışı belədir. Baxın, tədqiqat. Siz də qaydaları keçəndə öyrənmisiniz ki, əgər G hərfi cingiltili samitdən əvvəl gələrsə K kimi, daha doğrusu Q kimi tələffüz olunur. Kar samitdən əvvəl gələrsə K kimi. Saitlərin ortasında gələrsə K kimi. Baxın, burada saitlərin ortasındadır. Burada yazıb tədqiqat. Tədqiqat ola bilməz. Saitlərin ortasındadır. Q kimi tələffüz olunur. Burada da tədqiqat cingiltili samitdən sonra gəlib. Yəni burada da fərq yoxdur. Tədqiqat olduğu kimi tələffüz olunur. Ona görə cavabımız olur elə A bəndi. Digər sözlərdə baxaq. Baxın, yoxsulluq Q ilə yazılır, X ilə deyilir, doğrudur. Təfdiş T ilə yazılır, D ilə deyilir. Kələk baz. Burada K, X' kimi tələffüz olunur. Döşəkdə də yenə K, X' kimi. Və keçək sonuncu suala, 35-ci sual. Əslində bu sual Telegram kanalına göndərilməmişdi, gözdən qaçmışdı. Amma çox asan bir sualdır, oxuyaq. Hansı cümlədə leksik mənaya malik olmayan söz işlənmişdir? Leksik mənaya malik olmayan söz deyəndə nə başa düşürük uşaqlar? Təbii ki, köməkçi nitq hissəsi. A bəndi, onun məqsədi bir neçə günlüyə buralarda daldalanmaqdır. Burada köməkçi nitq hissəsi yoxdur. B bəndi, kişi son vaxtlar baş verən hadisələri xatırladı, kədərləndi. Burada da yoxdur. Yəni, hamısı əsas nitq hissəsidir. Və C bəndi, sanki qaranlıq gecə yer kürəsinin üzərinə qara pərdə salmışdı. Yəni, biraz köməkçi nitq hissələrindən xəbəri olan uşaqlar mütləq bu sualın cavabını bilməlidir. Çünki sanki modal sözdür. Düzdür, indiki sınaqlar hələlik fonetika və leksikaya aid olsa da,
Köməkçi nitqçilərin yenə də qeyd edirəm, azca bilən bilir ki, sanki modal sözdür. Demək cavab C bəndidir. D bəndi. Bu hərəkətimiz təqdirə layiqdir. Gələcək nəsil bunu unutmayacaq. Burada köməkçi nitqçisi yoxdur. Y bəndi. Hər axşam pəncərə qabağında dayanıb qüruba tamaşa edirdi. Burada da uşaqlar köməkçi nitqçisi yoxdur. Cavabımız oldu C bəndi. Bu sonuncu sualı idi uşaqlar. Əgər faydalı oldusa, yararlı oldusa, bəyənməyi, paylaşmağı unutmayın. Kanalımıza abunə olun. Əgər tez-tez sınaqların gəlməyini istəyirsinizsə, kanalı izləmədə qalın. Sağ olun.